Bəli. Qadınlara münasibətdə mən bir dənə şeir oxuyum sizə. Mən 2 dəfədir şeir oxuyuram bu arada. Ramiz Rövşənin bir şeiri var. Bu şeir mən hər dəfə deyəndə də həyəcanlanıram. Hər dəfə özüm üçün deyirəm bunu. Açıram oxuyuram. Sən bir nelər yaşamısan qardaş? Yəni hiss olunur ki, bir bundan qabaqki etibarla indiki etibar arasında fərq var. Var, ha, təbii ki də. Yəni yox olsaydı bu pis olardı məncə. Yəni bu sən getdiyin yolu azıb başqa yola çıxmısan. Hara gedirdin qadası, gəlib hara çıxmısan. Bu nə toydu atam oğlu, bir ölən eşqin yası. Sən sevdiyin başqasıydı, sən alan qız başqası. Bu səsküylü toy axşamı qardaş bacın oynayır. Səndən başqa burada hamı əl qol açıb oynayır. Əllərə bax, bu əllərə, yellənir qanad kimi. Müğənni də qalxıb zilə, şahə qalxan at kimi. Yox, bu toyun səndən ötürü sevinci yox. Oturmağa gücün çatmır, qaçmağa da gücün yox. Rəhmin gəlir yanındakı bu yad qıza, şad qıza, ağ gəlinlik donundakı bu yazıq xoşbaxt qıza. Bu qız sənə yatsa əgər, 100 yol ölç, nə xeyri var? Sənə doğma olacaqmı o doğduğu balalar? Bəlkə Tanrı görüşdürüb, rast salıb fələk sizi, İkinizə bəs eləyər tək bu qızın sevgisi. Bu sevgi ilə isinərsən ən soyuq havalarda, o sevginin işığında boy atar balalar da. Dur, bu qızla oyna görüm, ömrün bu xoş anında. Kim bədbəxt olar, kim bu cür xoşbəxt qızın yanında. Yəni İzah elədin. hə, Qadına münasibəti izah bəli, elədin. budur, yəni. Bilmirəm, mən də asılı olmayaraq həyəcanlanıram. Bu heç bir konsertimdə belə olmur hətta. Burası mənim tariximdə var deyə, bu məni çox narahat edir açığı. Yəni bugünkü qurulan evliliklərə baxanda, bugünkü qurulan baxış tərzləri, elə o qeyri-məntiqi aldatmalar, elə yalançı uşaqlar və s. indiki filmlər ona görə tutmur ki bu şeydir. Çünki bu reallıq, məsələn Emil Quliyevin filmləri nəyə görə çox səs salır? Çünki bu o reallığı çəkib göstərir. O deyir ki, çox adam da ona görə getmir ki, özünü görür orada. Özünü görür, özündən qorxur Həmişə insan. reallıqdan qaçmaq üçün. Bəli, Can amma insan. açar reallıqdadır. Yəni açar, yəni ən son kart var, ən son kart açılan. O dürüst idi. Yəni oradakı bir dənə şey oldu ya, o gəlib sənə dəyəcək də. O sübut olunub da hər halda bilirsiniz ki, bu fırlanır da. Yəni bütün sistemlərə baxaq da, bu planetdə bütün sistemlər fırlanır, düzdür? Yəni yeyirsən, qalğını atırsan, o çürür, gedir torpağa fırlanır, gəlir sənə başqa cür yağış yağır, başqa. Yəni bu fırlanır da. Kainat fırlanır. Vəsə, dairə, vəsə. Dairə. Sən nə qoyursan gəlsin fırlanır. Sufilərin dili ilə. Hə, hər şey fırlanır, hər şey fırlanır. Musiqi də nəysə. Bu məni çox narahat edən bir məqamlardan biridir. Azərbaycanla bağlı olanda ilk bu şeir ağlıma gəlir. Yəni dur bu qızla oyna da, görüm necə oynayacaqsan, yəni. Nə qaçmağa gücün var, nə oturmağa, hə. Müğənni də qalxıb zilə, şaha qalxan at kimi. Yəni, bütün mənzərələri verir. Hər mənzərəni verir və sən başa düşsən ki, orada böyük bir xaos yaşanır. Heç nə real deyil, sürrealizmdir. Ay sağ ol. Heç nə real deyil. Heç nə real deyil və sən real deyil. O kəsilən tort var ha. O maketdir. Bəli. O qızda uşaqlar var, qabağın arxasına şey qoyublar. Mələklər. Mələk qoyublar. O mələk deyir də. Bəli. O uşaq əməyidir. Ay sol, uşaq əməyidir. Atılan fişəyin də əsl fişəng deyil. Bəli. Yəni Nigaha girmədə real nigaha girmə deyir. Bunu artıq getmisən ərizəvi yazmısan. Və hamı oynayır. Fransanın bayaqki burada bir dənə məqam var. Fransız, bir adi, heç fransız yox, Avropalı yaşamadığı insanla evlənə bilməz. Bu qədər bəsit. Yəni sən evə istəyirsən 70 il bir-birini tanıyaq, fərq yoxdur. Sən bir evə girdin. O corab otumana qarışmadısa, sən onu başa düşmərsən. Bugün bir dənə şey oxumuşam. Deyirəm ki, həyatda heç nə təsadüfi deyil. Deyir ki, siz bir nəfərlə çox yaxşı münasibət keçirdi, yaşaya bilərsiniz. Hər gün eyni kafeteriyaya gedə bilərsiniz. Eyni ortamlarda ola bilərsiniz. Amma bu sizin bir-birinizi sevdiyi anlamına gəlmir. Çünki sən eyni ortamdasan. Bir də var ki, sən ondan müxtəlif ortamlarda olsan. Bu artıq eşq yaşamaqdır. Onun xoruldamağını, səhər-səhər durub qarnını qaşa getməyini, gəyirməyini, onları da qəbul edib sevəcəksənsə, bu əsas sevgidir. Əslində o deyir ki, mən özümə niyə risk atım? Mən gəldim, evləndim bu ilə. Mən bu bir ildən sonra boşandım. Mənim evimin yarısı getdi.
Nə oldu? Ya özü o böyük prosesdir ya. 6 ay gözləyirsən ki, mən bundan əlimi çəkim də. Hələ pul yarısı da getdi. Yəni bu deyir ki, mənim ağlım işləyir də. Mən gəlim bir yaşayım, görüm bunu yaşaya bilirəm. Bir yataqda bəlkə heç bu heç nə bacarmır. Mən bunu ömrü boyu seksiz qalacağam o sevgilinlə. Necə olacaq? Yenə gedib bazlığa gedəcəksən də kənarda. Bəli.